Hə uşaqlar, deməli, indi danışacağımız hissə isə Qasım bəy Zakirin Badi Səba mənim dərdi dilimi qoşmasıdır. Badi Səba mənim dərdi dilim. Yadda saxlayın yoldaşlar. Şairin bu əsəri, yəni bu şeiri, onun az əvvəlki şeirindən mənim ehtimallarıma görə, bir də ki, axtarışlarıma görə tarixən əvvəl yazılmış əsərdir. Yəni birinci Badi Səba mənim dərdi dilimi qoşması yazılmışdır. İkinci, daha sonra isə deməli Durnalar rədifli qoşma yazılmışdır. Durnalar rədifli qoşması onun ölümünə daha yaxın deməli bir dövrdə yazılmış əsərdir. Əvvəlcə gəlin bu əsərin oxucuna nəzər salaq. Daha sonra onun yenə ənənəyə sadiq qalaraq forma xüsusiyyətləri, daha sonra məzmun xüsusiyyətləri haqqında danışaq. Deməli, ilk olaraq deyilir ki, Badi Səba, mənim dərd dilimi, ol büt-i zibaya dedin nə dedi? Ahun aləm asimanə yetdiyin gərdəni minaya dedin nə dedi? Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi alımın, döndüyün heyvaya dedin nə dedi? Görsə idin varmı məni bimarə, nüsxə-i hüsnündə onun biçarə. O dildə istirabə, təndə buxarə, sərimdə sevdaya dedin nə dedi? Baxın, tən sözü dəri deməkdir, sər sözü də baş deməkdir. Qəm əlindən pay pəstə olduğum, yəni dərdə düşdüyüm, hal pərişan dil şikəstə olduğum, yəni dilim şikəstdir, danışa bilmirəm. Bəstəri möhnətə xəstə olduğum gözləri şəhlaya dedin nə dedi? Sərasər fələyin şəms-ü mahına, tamam yer üzünün qibləgahına, Zakirin əhvalın xublar şahına, ağlaya-ağlaya dedin nə dedi? Bu onun oxusu oldu. Artıq bilirik bu söhbət, bu şeir eşqdən, məhəbbətdən, dərdə, qəmə, bəlaya düçar olmuş bir lirik qəhrəmanın hissləri motivi əsasında yazılmış şeir nümunəsidir. Bu əsər mövzusuna görə, daha doğrusu mövzusuna görə məhəbbət mövzusunda yazılmış əsərdir. Testlərdə düşür ki, deməli qoşmanın mövzusuna görə bu ifadə iki cür düşür. İkisi də yanlışdır. Qoşmanın formasına görə deməli gözəlləmədir. Bu fikir yanlışdır. Qoşmanın formasına görə məhəbbət mövzuludur. Bu fikir yanlışdır. Çünki gözəlləmə onun ümumiyyətlə qoşmanın forma xüsusiyyəti deyil, məzmun xüsusiyyətidir. Forma dedikdə onun deməli heca sayı nəzərdə tutulur, neçə bənddən ibarət olmağı nəzərdə tutulur, hər bəndində neçə misra olmağı nəzərdə tutulur. Daha sonra sözdə hansı rədifdən istifadə olmalıdır, şeirin qafiyə quruluşu nəzərdə tutulur. Aydın oldu, amma burada belə deyil bu söhbət. Daha sonra nəzər salaq gəlin əvvəlcə bunun forma xüsusiyyətlərinə. 5 bənddən ibarətdir. Bu onun Durnalar rədifli şeiri ilə ortaq cəhətidir. Hər iki şeiri 5 bənddən ibarətdir. 1 çərçivəsini alaq, 2 3 4 və 5. 5 bənddən ibarətdir. Hər bəndi də 4 misradan ibarətdir. 1, 2, 3, 4. 1, 2, 3, 4. Dedik ki, misra da nədir? Şeirdə olan hər xətt bir misra adlanır. Sonra 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 5-ci 5 bənd tamamlandı. Yadda saxlayın yoldaşlar. Bu şeirin, yəni Badi Səba mənim dərd dilimi qoşmasında bu qoşma ümumiyyətlə ədəbiyyatımızda 2 adlı qoşma kimi tanınır. Bir dəqiqə.
Bunun bu hissəsini çək. Deməli, Badi Səba mənim dilimi qoşması gördüyümüz kimi 5 bənddən ibarət olan qoşmadır. Bura birinci bənd, ikinci bənd, üçüncü bənd, dördüncü bənd və beşinci bənd. Yadda saxlayın ki, yoldaşlar, birinci bəndlə 2, 3, 4 və 5-ci bəndlər arasında fərq vardır. Forma fərqi vardır. Həmin forma fərqi ondan ibarətdir ki, birinci bəndin ikinci misrasında və dördüncü misrasında dedin nə dedi ifadəsi işlədilmişdir. Amma digər bəndlərin təkcə dördüncü misrasında dedin nə dedi ifadəsi işlədilmişdir. Bu fikir, bu qeyd şeirin ikinci, üçüncü, dördüncü və beşinci bəndlərini, daha doğrusu birinci bəndini 2, 3, 4 və 5-ci bəndlərdən fərqləndirən əsas cəhətdir. Yadda saxlayın ki, ümumiyyətlə Badi Səba mənim dərdi dilimi qoşması həm də digər adla dedin nə dedi? Dedin nə dedi ifadəsi ilə başlayır. Burada bir ifadə ki var, hansı ki həmin ifadə ilə biz bu əsərdə istifadə olunan bir üsulla klassik ədəbiyyatda istifadə olunan bir üsulda eyniyyət olduğunu görürük. Həmin eyniyyət ondan ibarətdir ki, Qasım bəy Zakirin bu şeirində adını çəkdiyim Badi Səba anlayışı klassik ədəbiyyat nümayəndəmiz olan Xətainin Dəhnamə əsərində obraz kimi istifadə etdiyi Səba obrazı ilə eynidir. Yəni, hər ikisi səhər yeri, səhər mehi anlamında işlənilir. Yadda saxlayın ki, bu əsərdə, yəni Badi Səba mənim dərdi dilimi və yaxud da dedin nə dedi rədifli qəzəlində istifadə olunan Badi Səbadan testə düşür ki, aşiq sevgilisinin, yəni məşuqənin halının necə olduğunu Badi Səbadan, yəni səhər mehindən, səhər yelindən soruşur. Bu fikir yanlışdır. Orada deyir ki, düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Yəni, mənim halımın, yəni aşiqin, mənim halımın necə olduğunu, vəziyyətimin necə olduğunu sən o zalımın ayağına düşüb dedinmi? Deməli, burada aşiq öz halının necə olduğunu məşuqəyə bildirilməsini tələb eləyir, istəyir daha doğrusu. İstəyir də yoxud sual verir məşuqəyə, üzr istəyirəm, Səbaya. Aydın oldu, yadınızdan çıxartmayın. Bu onun ümumiyyətlə əsərin əsas xarakteristik özəlliklərindən biridir. Ümumiyyətlə, Badi Səba mənim dərdi dilimi qoşması ilə, bu əsərlə Durnalar rədifli qoşmanın müəyyən ortaq cəhəti var, hansı ki, o ortaq cəhətlərin əksəriyyəti forma xüsusiyyətləri ilə bağlıdır. Janr xüsusiyyətləri, məzmun xüsusiyyətləri əsasən, belə deyilir, fərqlidir. Amma ortaq cəhətlər də var. Məsələn, biz durnalar rədifli qoşmanı keçəndə dedik ki, durnalar rədifli qoşmada da belə bir Venn diaqramı çəkək. Durnalar rədif burada olsun kəsişmə nöqtəsi, yəni ortaq xüsusiyyət. Durnalar rədifli qoşmasında da məhəbbət mövzusundan danışılırdı. Orada da məhəbbət var. Amma ümumən durnalar mövzusunu, durnalar şeiri məhəbbət mövzusunda deyil. İctimai mövzuda yazılmış şeir nümunəsidir, qoşmadır. Amma dedik ki, ikinci, üçüncü və beşinci bəndlərdə məhəbbət ifadələri, eşq ifadələri öz əksini tapmışdır. Deməli, ictimai mövzulu şeirdə də sevgi anlayışları öz əksini tapa bilər. Yəni, ictimai mövzulusa bu o demək deyil ki, orada ancaq dərddən, qəmdən, bəladan
dövrdə olan nöqsanlıqlardan danışılacaq. Xeyr. Badi Səba mənim dərdini dilimi qoşması da eynilə məhəbbət mövzusunda yazılmış əsərdir. Bu onların məzmunca ortaq xüsusiyyətidir. Məzmunca digər bir xüsusiyyət də verə bilərik ki, hər ikisində aşiq obrazı sevgilisinin dərdini çəkir. Biri sürgündə olduğuna görə dərdini çəkirdi, Durnalar rədifli qoşmasında. Burada isə sevgilisindən xoş üz görmədiyi üçün dərdə qəmə düçar olub aşiq. Yadınızdan çıxartmayın. Bu əsərdə Badi Səba mənim dərdi dilimi qoşmasında məşuqənin, yəni aşiqin sevdiyi şəxsin xüsusi obrazı canlandırılmamışdır. Mən bayaqlarda sizə dedim. Əgər lirik nümunədə, yəni şeirdə aşiqlə bərabər, yəni lirik qəhrəmanla bərabər, lirik qəhrəman o şeirdə hissi həyəcanı keçirən şəxsdir. O şeirdəki fikrin aid olduğu şəxs lirik qəhrəman adlanır. Əgər onunla bərabər başqa bir qəhrəman da olsa, artıq bu əsər lirik əsər olmaz. Bəzi istisnai məqamları nəzərə almaqla. Artıq bu sujetli əsər olar. Məsələn, düz deyil, şeir də sujetli əsər kimi təqdim oluna bilər. Məsələn, çox nadir hallarda. Məsələn, Qız məktəbində şeiri var. Amma o istisnai məqamda oğlum, qızım, bir yavrum, quzum, adın nədir? Gülbahar. Pəki sənin anan, baban varmı? Var. Nasıl, zəngin midir baban? Evet, zəngin bəyzadə. Görürsünüz, bu da şeirdir. Amma fikir verin, söhbət şəklində qurulan şeirdir. Mən sual verirəm, sən də Gülbaharsan, mənə cavab verirsən. Deməli, bu şeirdə sujet var. O artıq başqa şeydir. Yəni, o bizim mövzumuzdan əlaqəsi yoxdur. Biz dedik ki, Badi Səba mənim dərd dilimi qoşmasında nədir? Burada burada ikinci bir obraz yoxdur. Sadəcə problemləri törədən şəxs ikinci obrazdır. Onun xüsusi bir obraz kimi ona əsərdə, şeirdə yer verilməmişdir. Yadınızdan çıxartmayın. Onun verdiyi reaksiyada, yəni aşiqə verdiyi reaksiyadan da söhbət açılmayıb burada. Yəni o sevgiliyə hə cavabı verib, onun eşqinə yox cavabı verib. Bu kimi cavabları biz əsərdə görmürük. Aydın oldu, yadınızdan çıxartmayın. Bu xüsusiyyətlərin hər birisi adlanır əsərin məzmun xüsusiyyəti. Forma xüsusiyyəti deyil. Məzmun o deməkdir ki, uşaqlar, testlərə düşür, mən indi sıraq atacağım sizə, orada yazılacaq. Məsələn, Kitab-ı Dədə Qorqud dastanının, nə bilim, məzmun xüsusiyyəti, Basatın Təpəgözü öldürdüyü boyu məzmun xüsusiyyətlərinə aiddir. Məzmun xüsusiyyəti dedikdə, o əsərdə baş verən hadisələr nəzərdə tutulur. Siz onun epik növdə olmağını, orada təhkiyədən istifadə olunmağını onun məzmunu kimi götürə bilməzsiniz. O onun formasına aiddir. Eyni zamanda Badi Səba mənim dərd dilimi əsərinin də qoşma janrında olmağı, ondan sonra hər misrasının 11 hecadan ibarət olmağını, ondan sonra sonda möhürbəndin olmağını, yəni çünki sonda şairin öz adını qeyd etməyinin, bunlar hamısı forma xüsusiyyətləri adlanır. Hər bəndin 4 misradan ibarət olmağı, bu onun forma xüsusiyyətidir. Forma ilə məzmunun fərqi nədir? Məzmunu oxuyandan sonra dərk edirik. Bu onun adlanır məzmun xüsusiyyəti. Məsələn, mən bunu oxumasaydım, mən bilməzdim bu məhəbbət mövzusundadır. Oxuyandan sonra bunu dərk etdiyimə görə deməli bu nə adlanır? Məzmun xüsusiyyəti. Yadınızdan çıxartmayın. Sonra dedik ki, forma xüsusiyyətlərini gəlin nəzər salaq. Forma xüsusiyyəti odur ki, əsər qoşma janrında yazılmışdır. Qoşma janrında yazılmışdır. 5 bənddən ibarətdir. Hər bəndi 4 misradan ibarətdir. Birinci bəndin ikinci misrasında və 4-cü misrasında dedin nə dedi? Dedin nə dedi ifadəsi təkrarlanır. İkinci bənd, üçüncü bənd,
4-cü bənd və 5-ci bəndin sonunda bu bəndlərin sonuncu misrasında, yəni 4-cü misrasında bu ifadə təkrarlanır. Dedin, nə dedi? İfadəsi təkrarlanır. Yadınızdan çıxartmayın. Dedik ki, bu əsərdə də möhürbənddən istifadə olunmuşdur. Möhürbənd nədir? Hər bəndə biz möhürbənd deyə bilmərik. Şairin, sənətkarın, şeiri yazan şəxsin öz adının və yaxud da özünə aid olan hər hansı bir anlayışın əks olunduğu, adın, nisbənin, təxəllüsün əks olunduğu bənd. Burada da deyir ki, sərasər fələyin şəms-ü mahına, tamam yer üzünün qibləgahına, Zakirin əhvalın, xublar şahına ağlaya-ağlaya dedin, nə dedi? Burada görürsünüz, deyir ki, Zakirin əhvalın. Deməli, öz adını çəkib, deməli, burada möhürbənd var. Bu da onun forma xüsusiyyəti adlandır. Aydın olduğu yoldaşlar, heca vəznindədir. Qoşma janrında olduğuna görə heca vəznindədir. Bu da onun forma xüsusiyyəti adlandır. Qafiyə quruluşu isə birinci bənd, qoşmanın biz bilirik ki, birinci bəndi həmişə A, B, C, B kimi qafiyələnir. Burada nəyə görə ikinci ilə dördüncü eynidir? Çünki hər ikisində dedin nə dedi? Eynidir. Eyni olduğuna görə də BB verdim. Birinci bənddə A, B, C, B formasında olur. 2 və ondan sonraki bəndlərdə artıq ilk 3 heca eyniləşir, dördüncü sərbəst olur. Məsələn, C, 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 nə bilim, B. Sonra D, nə bilim, B. O B də ona görədir, bayaqlar dedim. Dedin nə dedi ifadəsinə görə. Aydın oldu. Yadınızdan çıxartmayın. Qoşmanın birinci bəndini biz necə müəyyən edə bilərik? Heç nə, çox bəsit. Biz qoşmanın birinci, ümumiyyətlə, şeir 11 hecanı saydıqsa, deməli o qoşma janrında ola bilər. Bəs onun birinci bəndi o testə düşürür, deyir ki, qoşmanın birinci bəndidir. Onu necə müəyyən edə bilərik? Heç nə. Əgər qafiyələnmə A, B, C, B formasındadırsa, məsələn, Badi Səba mənim dərdi dilimi A, ol büyütü zibaya dedi, nə dedi B? Ah-ı nalə masimanə yetdiyin C, gərdəni minaya dedi, nə dedi? Bu da eynilik təşkil edir B. Bu adlandı birinci bənd. Amma ilk 3 bənd oxşardısa, ilk 3 misra oxşardısa, dördüncü fərqlidirsə, deməli o da nə adlanır? Orta bənd. Ad çəkilibsə, sənətkar adını çəkibsə, möhürbənd hesab olunur və o da son bənd adlanır qoşmanın. Əgər qoşma 20 bənddən də ibarət olsa, birinci bənd onsuz da A, B, C, B kimi qafiyələnir. Sonuncu bənddə də ad qeyd olunur. Ortada olan o 18 dənə bəndin hamısı orta bənd kimi qeyd olunur testlərdə. İkinci, üçüncü, dördüncü, beşinci kimi qeyd olunmur. Orta bənd kimi gedir hamısı. Bircə dənə burada fərqlənən bir birinci bənddir, bir də sonuncu bənddir. Yadınızdan çıxartmayın. Birinci bəndi də qafiyə quruluşuna görə müəyyən edirik. O birisi bəndləri də qafiyə quruluşuna görə müəyyən edirik. Sonuncu bəndi isə ad işləndiyinə görə müəyyən edirik. Aydın oldu? Bəli. Aha. Belə, bugünkü dərsimiz budur. Bir də sizin nəzərinizə çatdırım ki, deməli, durnalar rədifli qoşmasının da lüğətini də öyrənin. Badi Səba mənim dərdi dilimi qoşmasının da lüğətini mütləqdir ki, öyrənin. Başa düşdünüz? Aldım. Aha. Qaranlıq qalan bir məqam yoxdur ki? Mənim Buyur. sizə. Buyur. Pənah Vaqifin pəri qoşması da deyirik ki, gözələ həsr olunubdur. Bəli. Orada məhəbbət motivləri var. Qətiyyən. Molla Pənah Vaqifin ümumiyyətlə yaradıcılığının əsasını qadın gözəlliyi təmsil eləyir, təşkil eləyir. O, gördüyü gözəlin kim olduğunu önəm vermirdi. Bu kimin qızıdır, əlinin qızıdır, vəlinin qızıdır, ona fikir vermirdi. O, əgər gözəl idisə, onu öz şeirlərində, belə deyək də, təsvir eləyirdi. Ona görə də onun pəri qoşması gözəlləmə adlanır, məhəbbət mövzulu şeir adlanmır. Aydın oldu. O ola bilər ki, kiminsə həyat yoldaşı ola bilərdi. Yəni orada məhəbbətdən danışmaq artıq etikadan kənara çıxır. Yəni elə bir şey də mümkün deyildi. Aydın oldu.
Yeni dövr Azərbaycan ədəbiyyatın keçməyəcəyi onda. Bir o dövrü də götürün. Dövrdə ümumiyyətlə yeni dövr Azərbaycan ədəbiyyatının